Abdullah qardaş, yəni bu günləri biz özümüzə borc bilərək gəldik ki, Abdullah qardaş burada iş adamıdır. Masallı rayonunda müəyyən qədər iş adamları var. Onların içində bir nömrəli Abdullah siz qardaşsınız. Həmişə necə siz bizim yanımızdasınız, şəhidələrin yanındasınız. Heç bir şəhidlərimizin ad günlərində, il dönümlərində bizə nə lazımdır bugünkü gündə? Mənəvi dəstək. Bax, bu günləri biz gəldik, bu şəhid balalarımızın, burada nə qədər burada şəhidlərimizin şəkilləri var. Bu şəhidlərin ataları müəyyən qədər bəzi səbəblərdən gələnmədilər, iş gücü. Gəldik, sənin burada işçilərin ki var idi, bunlar bizim balalarımız da az yaşlı. Mənim gözümün önünə nə gəldi? 90-cı ilin müharibəsini biz görmüşdük. Bir 30 ildən sonra həmin uşaqlar dünyaya gəldi. Dünyaya gələn sonra onlar 30, 25, 30 neçə yaşında. Onlar gəldilər, bizim işğaldan azad edilər torpaqlarımızı, bizi fəxrlədilər, bizim alnımızı, başımızı bizi dik elədilər. İndi bu günləri o uşaqları mən burada görəndə sənin işçiləri var. Onların hər birisi bir dənə cəngavərdir. Həyatın şimdi birinci Allah eləməsin, bir də Allah Taala o müharibə odunu bizə göstərsin. Yəni onların içində yenə də cəngavərlər var, yenə də dünyaya gələn cəngavərlər var. Allah bunlar uşaqların, balalarımızın canını salamat eləsin. Biz bu günləri gəlib şəhid balalarımızın şəkillərini ki burada gördük. Bu bilsən bizi neyniyir? Siz onu heç vaxtda dərk edəməzsiniz. Bizi hansı xəyallara apardı, bizi hansısa yadımıza düşməyən şeylər bizi gətirdi gözümüzün önündə. Allah sizlərə can sağlığı versin. Siz kimi insanlara necə bir nömrəli Abdullah bir Ərkivan gedir Masallı rayonunda. Necə bizim balalarımız bizim alnımızı dik elədi. İndi mən baxıram bu günləri burada işləyən hər bir kəs bir ailənin başçısıdır, bir ailənin üzvüdür. Allah sizə can sağlığı versin. Allah sizə nə deyim, heç vaxt neyiniyim, necəm eləməsin. Alnınızın tərinlə halal çörək qazanırsınız. Biz, yəni Abdullah qardaş, sizinlə fəxr edirik. Biz şəhid ataları fəxr edirik sizinlə. Vallahi fəxri biz sizlə edirik. Gördüyünüz o tablo Masallının 300-dən artıq şəhidinin tablosudur. Hər gün yeməkxanaya girəndə o insanlar bir dənə başını qaldırıb, istərsə də istəməsə də gözü sataşır. Bir şəhid valideyni bura gələn kimi, baxı görüm o tabloda mənim övladım vardı, yoxdur. Və öz övladının o tabloda insanların başı üstündə asıldığını görür. Deyir ki, nə şükür ki, mənim övladım təkcə mənim üçün dəyərlidir. Mən həmişə demişəm ki, o şəhid balaları o çağda o kişilərin, o insanların övladı idi ki, şəhid deyildilər. İndi şəhiddirlərsə, onlar hamısı bizim övladımızdır. O şəhid hamımızın şəhididir. Allah canlarınızı sağ eləsin. Minnətlər. Yəni bizi də bu günləri bura toplayıb yığan o balalarımızın hesabınadır hamımızı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun inşallah. Allah biz şəhid atalarına can sağlığı versin. Şəhidlərimiz çox şeyin səbəbkarıdırlar. İnsanların birləşməsi, insanların biri araya gəlməsi, yumruq kimi toplanması, yəni insanların bir-birinə bağlılığı, o həmrəyliyi, bir-birinə sarılıb sığılma, yəni hərə bir yerdən gəldi müharibə zamanı. Amma hara gedəcəkləri bir oldu. Sağ ol mənim balam, necəsən? Gəl görüş bala. Biz gözləyirdik ki, sən gəlib bizimlə görüşəsən. Necəsən? Bağışlayın. Allah bağışlasın. Yox, bu əmilər hamı səni tanıyırlar.